ADU Universitetində baş tutan son tədbir rəsmi protokollardan uzaq, lakin ölkə təhsilinin dərinliklərinə işıq salan tarixi bir dialoqla yadda qaldı. Akademik Hafiz Paşayevin Nazir Emin Əmirullayevə yönəlik "hərdən nə dediyinizi başa düşmürəm" replikası zalda böyük gülüş doğursa da əslində Azərbaycan təhsil idarəçiliyindəki iki fərqli fəlsəfənin toqquşmasına nümayiş etdirirdi. Bir tərəfdə daha sadə, akademik və fundamentallığa üstünlük verən klassik məktəb Hafiz Paşayev, digər tərəfdə isə beynəlxalq terminologiya və mürəkkəb islahat dili ilə danışan yeni nəsil texnokrat idarəçiliyi Emin Əmirullayev. Rektorun bu səmimi və üstüörtülü tənqidi əslində cəmiyyətin də uzun müddətdir nazirliyə ünvanladığı sualdır. İslahatları niyə hamının başa düşəcəyi dildə izah edə bilmirik? Bu dialoq təhsil sisteminin rəhbərlərindən sadəcə iş görməyi deyil, həm də cəmiyyətlə daha anlaşıqlı, birbaşa kommunikasiya qurmağı tələb etdiyini bir daha göstərdi. Buradan çıkmışsınız hamısınız. Bizim adamlarsınız. Cenab Nazır hoş gelmişsiniz. Sağ olun. Sizinle bir yerde oturup suallara cevap vermem benim için de maraqlıdır. Çünkü ben televizyonda bakıram, sizin suallara cevaplarınızı izləyirəm. Hərdən də mən başa düşmürəm nə deyirsiniz. Evde çalışacağım başa düşmekti. Çünkü doğrudan da auditoriya çok hatalı şeydi. Yani bir şey dese bir istediğin gibi deyirsə, sen başka cüre deyirsən ki onlar başa düşsün, ama onlar tamam öz bildiği kimi başa düşüyor.